Yoldaş Talıbov, 8 nəfər də Ovşar kəndindən göndəriblər. Aha, laf yaxşı, gözləyin. Yaxşı, baş üstə. Xəlil, bu iki nəfər. Hoş gördük. Salamünaleyküm. Hardansınız? Qızıl Bayraq kolxozundan. Tüfəng atabilirsən? Kişi deyilik be. Xəlil bizim mahalda at belində oturan tüfəng atmağı da bacarır. Adını da görüm. Əkbər Kərimoğlu. Gəl bəri. O kişi gözündən vurur, Adını de. Eyvaz Əloğlu, elə mən də o qalxozdanam. Oradan bir aynalı ver görüm. Salam. Salam yoldaş Şabanzadə. Sərhədçilərdən əlavə 14-5 atlan aldım. Patronumuz çoxdur. 6 atımız çatmırdı, onun 4-ünü Xəlil qalxozdan verdi. İkisini də cəmaatdan aldım. Adamlarla söhbət apardım. Vəziyyətdən xəbərdardırlar. Salam. Ən qoçaq, cəsarətli adamları seçmişik. Siyahı da 95-ə qədər adamımız var. Hər şey öz yerindədir. Dəstə hazırdır. Əmr gözləyirlər. Əksəriyyəti kommunistdir. Qərar almışıq ki, səhər alaqaranlıqdan çıxar. İşlər dəyişib yoldaş Talıbov. Məktub almışıq. Vəziyyət çətinləşib. Mərkəz silahlı dəstə göndərməyin əleyhinədir. Məsləhət görürlər ki, danışıq aparmaq üçün Qarabağlara adam göndərək. Kərbəlayının yanına? Bəli. Baxın, niyə? Düşmənə o yerdə rəhm eləyərlər ki, yolun üstündən gəl olmasın. Əgər biz bugün Kərbəla İsmailə öz gücümüzü göstərməsək, ona güzəştə getsək, sabah başqa kəndlərə də qolçamalar baş qaldıracaq. Deyəcəklər, Kərbəlayı vurdu, qalxozu dağıtdı, ona nə elədilər ki, bizə nə eləsinlər? Bir də, düzü mən başa düşmürəm, mərkəz niyə belə qərar çıxarıb? Bu qərar deyil. Təklifdir. Kərbəlayı qılıncını göydə oynadır. O yaxına adam bıraxar. Bəlkə zəng vuraq. Vəziyyəti onlara aydınlaşdıraq. Vəziyyət aydındır. Mərkəz istəmir ki, qan tökülsün. Kim gedər ora? Bir də Kərbəlayı indi kimə qulaq asar? İşin çətinliyi də elə ondadır. Oraya elə adam göndərməliyik ki, Kərbəlayı ona inansın. Onu başa düşsün. Yaxşı, bəs o cəmaatı nə eləyək? Qoy gözləsinlər.